Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Deməli, artıq 27-ci mövzuya gəlmişik. Naxış tikmək üçün alət və tərtibatlar hesab naxış tikməsinə hazırlıq mövzusudur dərsimiz. Gələk dərsə. Bədii yaradıcılığın ən qədim növlərindən biri naxış tikmədir. Bədii yaradıcılığın ən qədim növlərindən biri naxış tikmədir. Xalq naxış tikməsində hesab tikiş üsulu geniş yayılmışdır. Deməli, xalq naxış tikməsində ən geniş yayılmış üsul nədir? Hesab tikişi üsulu geniş yayılmışdır. Hesab naxışını yerinə yetirmək üçün əris və arğat sapları eyni sayda olan kətan parça lazımdır. Deməli, bizdə hesab naxış tikməsini yerinə yetirmək üçün parça olaraq, baxın, kətan parça, amma ki, sap olaraq isə əris və arğat sapları lazımdır. Baxın, qarışdırmırıq. Sap deyirsə, hesab naxış tikməsini sap olaraq əris və arğat sapları eyni sayda olmalıdır, eyni zamanda və parça kimi kətan parçadan istifadə olunur. Sonra parçanın saplarını deməli, qalınlığı eyni olduğu üçün naxış tikmələri eyni ölçüdə və bərabər ara məsafəsində yerinə yetirilir. Yəni, bu formada onu yerinə yetirmək mümkün olur. Naxış tikmə zamanı parçanın saplarını daim saymaq lazım gəlir. Bu da gözlərin çox gərgin işləməsini tələb edir. Baxın, adında da var, hesab naxış tikməsi. Yəni, artıq burada sapların sayını dəqiq, belə deyək də, bilmək üçün onları sayırlar. Yəni, tikiş zamanı, naxış zamanı həmin sapları vaxtaşırı sayırlar. Bu da gözlərin gərgin işləməsini gətirir, çıxardır. Canva üzərində, yəni tor quruluşlu parçada naxış tikmək daha asandır. Deməli, nə üzərində? Canva üzərində. Yəni, Canva həm də tor quruluşlu bir parça deməkdir. Onun üzərində naxış tikmək çox rahatdır. Belə parçanın müxtəlif ölçülü gözləri var. Damaları da deyə bilərik, olur həmin onun üzərində. Parçanın 1 sm-nə nə qədər çox tikiş düşərsə, o tikiş bir o qədər çətin və kiçik ölçülü iş alınır. Baxın, Canva hansı ki, burada göstərir. Əslində Canva deyil, bu tam. Mən sizə onun şəklini atacağam. Bir formadır da, yəni onun üzərində rahatlıqla yerinə yetirmək olur hər hansısa bir fiquru, quruluşu. Onun, belə deyək, özləri, deyri, damaları, onların içərisindən sapları keçirtməklə yerinə yetirmək olur. Sonra naxış tikməsi üçün iynə, daha doğrusu naxış tikmək üçün olan iynə sap az sürtülsün deyə qısa və böyük dəlikli olmalı. Deməli, naxış zamanı, hansı naxış zamanı? Hesab naxışından söhbət gedir müəllimlər burada. Deməli, necə olmalıdır? İynə sap az sürtülsün deyə qısa. Deməli, müəllimlər, necə dedik? Bu iynə sap az sürtülsün deyə qısa və böyük dəlikli olmalıdır. Necə? Qısa və böyük dəlikli olmalıdır. İynə saplayan sapı iynəyə keçirmək üçün xüsusi bir alətdir. Baxın, iynə saplayan nədir? Alətdir, tərtibat deyil. Əvvəl tərtibat kimi gedib, amma indi artıq alətdir. Onunla sapı iynəyə daha rahat keçirmək olur. Bu da iynə saplayanın, şəkil 1-də göstərilən iynə saplayanın şəklidir. Sonra şəkil A-da, daha doğrusu 2-də aynen burada qayçıları göstərib. A böyük dərzi qayçısı, sonra B orta ölçülü qayçı, C isə uzları əyri olan xırda qayçını şəkildə göstərir. Sonra oymaq nədir? Oymaq biz 5-ci sinifdə də keçmişdik. Burada da deyir ki, işlək əlin orta barmağını iynə zədələnməsindən qoruyur, sıx parçanı deşməyə kömək edir. İşləmək rahat olsun deyə oymaq barmağın ölçüsünə görə seçilir. Orada da deyirdik ki, 5-ci sinifdə də deyirdik ki, iynələrdən, zədələnmələrdən qorumaq üçün işlək əlin demirdik, orada sağ əlin deyirdik. Sağ əlin orta baş barmağına keçirdik və onun ölçüsünə uyğun
uyğun olandan istifadə edirdik. Burada deyir ki, işlə əlin. Yəni ola bilər ki, insan sol əllə də işləyər, sağ əllə də işləyər. Yəni hansı əllə işləyirsə, o zaman ondan istifadə edə bilər. Həmçinin də sıx parçaları da deşməyə kömək edir. Sonra naxış tikmə zamanı müxtəlif ölçülü qayçılardan istifadə olunur. Baxın, burada bayaq göstərdim sizə. Hansı qayçılardır? Böyük dərzi qayçısı, şəkil A-da göstərilən böyük dərzi qayçısı nə üçündür? Məmulatın biçilməsi. Böyük dərzi qayçısı bərabərdir məmulatı biç. Orta ölçülü qayçı, hansı ki B ilə göstərilən məmulatın kənarlarını məmulatın kənarının emalı və sapların kəsilməsi üçün istifadə olunur. Həm məmulatın kənarını emal edir, həm də sapların kəsilməsi üçün istifadə olunur orta ölçülü. Ucları əyri olan xırda qayçı isə iş saplarının kəsilməsi, xüsusi naxış tikmə üsullarının yerinə yetirməsi, parçanın emal edilməsi üçün əlverişlidir. Baxın, burada da belə bir şey var ki, deyir, burada deyir məmulatın kənarlarını emal etdir, hansı ki orta ölçüdə. Amma ucları əyri olan qayçıda isə deyir parçanın emal edilməsi üçün, baxın, burada parçanın emal edilməsi deyir. Amma ki, yəni əyri uclu qayçıda. Amma orta ölçülü qayçıda məmulatın kənarını, baxın, kənarını görürüksə, kənarını sözünü görürüksə, iş sapları, sapların kəsilməsi də həmçinin əsasən, yəni ucları əyri olan qayçını fərqləndirmək üçün kənar emal olunur sözünü görürüksə, bilirik bu orta ölçülü qayçıya aiddir. Yox, əgər görürük ki, parçanın emal edilməsi deyil, iş sapları deyil, xüsusi bir də naxış tikməni də görəsiniz. Naxış tikmə üsullarında yerinə yetirilməsi bu da kiçik qayçıya aid hesab olunur. Sonra iş masasının üzərində hansı qayçıların olmasına nəzər yetirin. Çatışmayan alətləri haradan əldə etmək mümkünlüyü haqqında fikirləşin. Bunlar adi hissələrdir. Sonra kərgah nədir? Kərgah naxış tikmə zamanı parçanı bərkitmək və dartmaq üçün xüsusi bir tərtibatdır. Deməli, kərgah nədir? Tərtibatdır. Baxın, bunlar kərgahlardır, şəkil 3-də göstərilən. Kərgah hansı formada olur? Dairə, kvadrat şəklində olur. Dairə və kvadrat şəklində olur. Taxtadan, plastik kütlədən və metaldan olur. Baxın, materialın üçü də var. Taxta, plastik kütlə və metaldan ola bilər. Sonra, amma ki, deyir, kiçik məmulatların naxış tikməsi üçün dairəvi kərgahlardan istifadə olunur. Demir, ən çox dairəvi kərgahlardan deyir ki, kiçik məmulatları emal edərkən dairəvi kərgahlardan istifadə olunur. Həmçinin də kərgah düz, eyni dartılmış tikişləri yerinə yetirməyə kömək edir. Deməli, kərgah hansı funksiyanı yerinə yetirir? Eyni dartılmış tikişləri yerinə yetirməyə köməklik göstərir. Həmçinin naxış tikmək üçün sancaqlar, metrə, xəttkeş, sonra trafret üçün qalın kağız, karton və kalka kağızı, millimetrli kağız, sürət çıxarmaq üçün qara kağız, sadə karandaş, bərk və yumşaq olanların üzərində, baxın, karandaşların deyir ki, hansı ki, bərk və yumşaq olur, karandaşlar iki cür olur. Onların üzərində tığ nişanlanması vurulur, yəni bu formada fərqləndirmək olar.